16:00'da Yekaterina ilə sülh məramlı işgüzar görüş. 17:00'da Yekaterina'nın dəfni. Güzel. Sonra? 18:00'da sizdə İngilislər şam yeməyi yiyəcək. Yəni İngilislər sizin qabağınızda şam yiyəcəklər. Bu bile eğlencelerden değil. Sonra? Sonra Tatarlar Moskvanı alıblar. Oo, ne güzel, ne güzel. Deməli büyüğündən Rus imperiyası dönür olur, Tatarların vilayeti. Necə deyərlər? Təbrik telegramı yazarsın. Bəli, kimin yaylığı, kiminin naxırı. Elə yox, vəzir. Kimin əvvəli, kimin axırı. Şah sağ olsun. Hökümlərlə işləyirəm. 1-2 ildir təzə dövlət əmələ gəlib. Harda yerləşir? Amerika Birləşmiş Ştatları. Harda yerləşir? Okeanın o tərəfində münəccim deyir ki, bir-iki əsrdən sonra onlar bizim başımızı ağrıdacaq. Münəccim deyir. Bəli. Bizim çoxlu dostlarımız var. Var. Misir, Əfqanistan, Siriya. Biz bir olsaq, Olsaq. Amerika bizə heç nə eləyə bilməz. Yadında qaldı? Bəli. Odur ki, münəccimin boynu vurulsun. Hə, yığmışdım onun əlindən elə. Sonra? Sonra şah sağ olsun. Orucluq yaxınlaşır. Aa, gözəl, gözəl. Bütün məmləkətə əmr eləyirsən, oruç tutsun. Mənim də yerimə tutsunlar. Baş üstə şah sağ olsun.